herkese. Necəsiz qızlar? Xoş gördük yeni bir vlogdan hər birinizi. Yeni bir vlog başlattım. Bugün ev günümdür. Bugün özümə istirahət götürmüşəm. Daha doğrusu üstünüzə sağlıq. Biraz ağrıyırdım. Bir neçə gündür evdəyəm. Bugün axırıncı günümdür. Sabahdan işə çıxıram deyə. Artıq burada biraz yaxşıyam. Bu gəzənlərdən tutmuşdum. Özünüzü qoruyun qızlar. Həqiqətən də insanın canından çıxmır. İnanın ki, günlərlə yataqda, sistemlərdə, iynələrdə uzaq olsun sizlərdən, əzizlərinizdən. Çox əziyyət çəkdim. İştahsızlıq bir tərəfdən, yorğunluq, ağrı, qızdırma, titrətmə bir tərəfdən. Axır ki, mamam məni sağaltdı. Artıq yaxşıyam. Bugün də axırıncı ev günüm idi. Özümü də yaxşı hiss edirdim. Dedim ki, bir vlog başladım. Uşaqlar səhər tezdənəndi. Renat bizdə qalmışdı gecə. Uşaqlar tost istəmişdi. Mən də səhər durdum. Qəşəng uşaqlarıma tost elədim. Bizdə bilirsiniz, əvvəlki vloglarımızdan da qazan yeməkləri o qədər sevilmir ki, uşaqlar ən çox da oğlum belə kalbasa, saska, nə bilim belə də yüngül ortalıq yeməkləri. Elə yeməklər daha çox xoşlayır. Səhər olanda tost sevirlər, qəşəng də yeyirlər, doyumcul olur onlardan ötürü. Hətta oğlum bunu şirin çayla içir də. Təsəvvür eləyin ki, mənim oğlum kotleti də şirin çayla içir, kükünü də şirin çayla içir. Mənim oğlumun biraz qəribə bir zövqləri var. Belə hazırladım. Uşaqlar hələm yatırlar. Renat oyanıbdı bir dənə. Hazırladım ki, durana qədər Əslində durublar, sadəcə yerlərindən çıxmaq bilmirlər hələ. Dedim ki, hazırlayana qədər yerinizdə söhbət eləyin, oynayın. Mən də hazırlayım, hazır olanda çağıraram. Özüm xəstələndiyim bəs deyildi. Hələ atama da keçirtmişdim. Atam da xəstələnmişdi. Elə eyni sistemlərdən atama da qoydururduq ki, onun da qızdırması düşmürdü. Normalda belə mənim atam əziyyət çəkir, dayana xəstədir. Biraz da belə əlavə xəstəlik olanda daha çox yuxusuz qalır, daha çox ac qalır. Atama da saldığım üçün çox üzgün idim. Amma mənlə bərabər mamam onu da sağaltdı. Allah cəmi anaları qorusun, cəmi analara uzun ömür, can sağlığı versin. İçində də mənim anama. Anam deyəndə biraz qəribə gəlir. Mənim mamam həqiqətən bizim üçün, atam üçün çox əziyyət, çox zülmlər çəkir. Yəni mənim bu yaşım olmağına baxmayın, özüm boyda oğlum olmağına baxmayın. Yəni mənim mamam, mən oğluma, mən qızıma necə baxıramsa, mən mamam mənə də, onlara da məndən yaxşı baxır. Yəni mən işdən evə gedəndə artıq stolunuzda hər şey hazır olur. Turşu, göy-göyərti falan. Bir dənə qalır yeməyi çəkib qabağıma qoymaq. O da eləyir. Bir də belə çörəyin üstünü falan örtür belə. Hər şey hazır, doğranmış vəziyyətdə. Mamam məni elə gözləyir ki, yəni açsan gəl tez əlini yuyur, yeməyini yeyir. Bizdə işdə bəzən qızlar deyir ki, çox şanslısan, evə gedirsən, bir də yemək bişirmə, iş görmə dərdin yoxdur. Deyirəm ki, hə də, həqiqətən yəni evə gedirəm. O qədər yorğun oluram ki, mənim bədənim hələ belə deyim də iş həyatına adaptasiya olmayıbdı da. O qədər yorğun oluram ki, hərəm təzə vaxtlar vəbşə dabanlarımı yerə basa bilmirdim. İndi o problemlərim biraz azalıbdı, amma yenə də mən ev insanıyam da, mən iş insanı olmadığıma görə bəlkə illər çəkər bu. Artıq 2 ildir mən işləyirəm, amma bəlkə illər çəkər bu adaptasiya olmağım. Hələ ki o tam hazır deyiləm. Evə gedəndə çox yoruluram. Bir stolda otururam, çox üzr istəyirəm. Digər stolda ayağımı qoyuram ki, dəyməyim, mən heç nə deməyin. Mən çox yorğunam. Mamam da mənə heç bir iş buyurmur. Amma belə evdə qaldığım günlər çalışıram ki, ona da kömək eləyim, ona da dəstək olum. Çünki onun da yükü çoxdur. Onu da başa düşmək lazımdır. Bir dənə Nərmin var. Qızın adı Nərmindir. O səni çox sevir. Mənə dedi ki, Renatın mənim əvəzimə öpərsən. Öpdüm ay Nərmiş bacısı. Görmüşüm, benim biraz yapısını sürür.
Renat, sehirli olan buydu. Biz biraz söz danıştık axı. Axır ki uşaqlar yerlərindən qalxdılar, getdilər onlar yemək yeməyə. Mən də yerlərini yığdım. Bura bizim otağımızdır. Biz üçümüz də uşaqlarla burada yatırıq. Otağı təmizlədim, yığışdırdım biraz, tozunu falan aldım. Onları çəkməyə ehtiyac görmədim. Sadəcə belə yüngül var çəkdim. Yeri falan yığmağıma. Kızlar, bir de bu kitabım təzədir. Mənə hədiyyə göndərilibdi. Amma heç oxumamışam. Çox təriflədilər kitabı. Çox dedilər, çox qəşəng kitabdır. Oxumamışam hələ. Çünki bu kitabımı bitirməmişəm hələ. İnanın, o qədər ağır gəldi. Bu ilk dəfədir mənə çox belə şey gəldi. Cəlb edici gəldi. Psixiatr şizofrenik dedi. Mənə də lazım idi axı bu yerimdə şizofrenik bir şey oxumaq. Kitab əslində maraqlı kitabdır. Amma inanın yaydan bəri almışam, düz yaydan bəri. Kitab əslində maraqlı kitabdır. Çox maraqla oxuyuram oxuyanda yəni belə sıxılmıram. Amma oxumaq da içimdən gəlmir. Başqa kitablarım var mənim. Onu oxumaqdan ötürü iminli onlara bir vaxt bir yer ayırırdım ki, gedim onu oxuyum. Amma bu kitaba can atmıram. Oxuyanda da maraqla oxuyuram amma. Hələ buradayam. Yəqin ki, qış bitənə qədər ancaq bitirərəm. Bundan sonra bu kitabdan sonra 6 dənə kitab almışam. Qızlara vermişəm. Qızlar oxuyubdu o kitabları. Verəməyəm də danışmayın. Ha, oxumamışam, hə danışmayın. O kitabları onlar oxuyub, mən hələ oxumamışam. Bilmirəm içində nə var, nə yox. 6 dənə kitabı mən gözləyir. Bu kitabımı da qıza vermişdim. O qaytarıb gətiribdi. Çox sevirəm bu kitabı. Hər kəsə məsləhət görürəm. Bu kitabı mən ilk dəfə internetdən oxudum. Hardasa biraz səhifəsini internetdən oxumuşdum. Adımı göstərməyim, amma imzalı kitabdır. Özünə imzalatmışdım müəllimin. Bu kitabı mən heç şeyləməmişəm də, kəsməmişəm də burasını. Oxumuşam, amma kəsməmişəm mən. Hə, bu kitabı mən internetdə biraz oxudum. Baş səhifələrini çox maraqlı gəldi. Sonra Elxan Eladlının burada imza günü var idi. Ora getmişdim. Orada bu kitabı mənə aldı. Oğlum almışdı bunu mənə. Mən özüm başqasına almışdım. O bunu mənə hədiyyə almışdı. Çox sevə-sevə oxudum. Qızlara da verdim. Sevə-sevə qızlar da oxudular. Sizə də məsləhət görürəm. Ümumiyyətlə Elxan Eladlının kitabları çox maraqlı gəlir mənə. Demək olar ki, onun savaş haqqında, belə müharibə savaş haqqında 2-3 dənə kitabı var, səhv eləmirəmsə. Yəni səhv eləyərəm, birdən deyərsiniz belə. O kitablardan başqa onun bütün kitablarını oxumuşam. Elxan Eladlının bütün kitablarını mən oxumuşam. Hardasa bir 10 dənə olar, bəlkə də ona yaxın kitabı da özümdə var. Almışam. Çoxsunda kitabxanadan götürüb oxumuşam. Mən kitabxananın üzvüyəm. Oradan götürüb oxuyuram. 15 gün ərzində qaytarıb verirəm. Nətər oxuyuram? Səhər işə gedəndə marşrutda oxuyuram. Axşam işdən gələndə yenə marşrutda oxuyuram. Evdə yatmamışdan qabaq mütləq 15 dəqiqəmi kitaba ayırmağı çox sevirəm. Kitab oxumamış yatmıram. Qızıma da bunu öyrətmişəm. Amma bütün kitabları o birisi evdədir. Bura gələndə o birisi kitabların hamısını qoyub orada gəlib. Heç birini gətirməmişdi. Ona görə
arada bir atasına deyir, bəs mənim kitablarımı göndər, bəs mənim kitablarımı gətir. İndi deyir ki, bu dəfə gedi, orada da çox qalır, bilirsiniz. Rəna demək olar məndən çox orada qalır. Ona görə əksər kitabları da, hər şeyləri də ordadır. Rənanın otağı orada, Rənanın həyatı orada olduğuna görə məktəbi orada, hazırlığı orada, orada gedib gəlmək Rənaya daha rahat olur deyə Rəna ən çox atası ilə qalır. Burada gəlir, burada 15 gün, 1 ay falan qalanda deyir ki, bəs mənim kitablarımı göndər. O da deyir, mən nə bilim sənin kitabın hansıdır? Get falan yerə, get falan yerə aç, get falan yeri tök. O da deyir, mənim başım çıxmır, özün gələndə götürərsən. İndi bu dəfə deyir ki, bu dəfə gələndə, gedim deyir orada, bu dəfə gələndə, mən də almıram kitab. Deyirəm ki, nə vaxt aldıqlarımın hamısını bitirərsən, onda da sənə yeni kitab alaram. Gedir orada başlayır oxumamağa, şey eləyir, kitablar qalır orada. Burada gəlir, burada oxumaq istəyir, amma kitab tapmır oxumağa. İndi baxıram, yazığım gəlir, bir 2-3 dənə ona gərək bura kitab alım qoyum, bura gələndə oxuması üçün, burada da kitablar olsun. Onu deyirəm ki, axşam yerimə uzananda telefonla oynamağı xoşlamıram. İndi YouTube-a başlamışam, məcbur editləməyi yenə axşama salmalıyam ki, bəs video editləyim. Videonu editləyirəm, deyir, bəs sən telefonla oynamağı xoşlamırdın. Deyirəm, mən telefonla oynamıram ki, videolara baxmıram ki, mən videomu düzəldirəm. Deyir, İTOK-da telefondur. Yəni, kofe içim, ayılım, ondan sonra başlayım digər işlərimi davam eləməyə. Mamam marketten gelmişti. Bir iki tane ihtiyaç var idi, onları aldı. Atam belə normal bizim kimi qazan yeməklərinə çox üstünlük vermir də, çox yeyə bilmir. O mədəsi çox götürmür deyə ona həmişə belə yoğurt, yüngül yeməklər, yoğurt, banan falan çox veririk. Mamam da onları heç vaxt əziz eləmir ki, atamın qidalanması üçün. Marketten gelmişti. Birazdan uşaqları hazırlığa yola salacağım. Oğlum aparacaq bacısını hazırlığa. Mən də sizin bir iki dənə sualınıza cavab verərəm. Bir iki dənə suallar cavablandıraram. Hava həmin gün yağışlı idi. Mən də evdə olduğuma görə xəmir yeməyi dedik eləyək. Səbiş bizdə idi. Daha doğrusu biz çağırdıq, gəldi. Dedik ki, sülfüllü eləyək bu günlərim. Həm yağışlı havada ləzzətli olur, həm də çoxdan da yemirdim. Əvvəl özüm tez-tez eləyirdim. Uşaqlarım da xoşlayır, özüm də xoşlayıram. Amma indi dırnağım səbəbindən bəzi xanımlar belə barmağının kənarından sıyıra bilirlər. Mən ona heç vaxt eləyəməmişəm. Barmağımı dəfələrlə istəmişəm ki, belə yoxluyum. Amma eləyə bilməmişəm də, barmağımın belə kənarından sıyıra bilməmişəm. Mən belə dırnaqlarım deyib, burada da Səbişin elədiyi kimi belə barmaqlarımla eləyirdim. İndi dırnaqlarım buna müsait olmadığına görə Səbişi çağırdıq. Sağ olsun gəldi. Biraz Səbiş elədi, biraz Ləman elədi. Sonuc etibarından biz qəşəng bəhbəhlə sülfüllümüzü yedik. Rəna çox sevir. Atası gildə olanda nə vaxt ki bizə gəlir, onda deyirəm ki, bəs Rəna nə bişirim? Rənanın istədiyi sadəcə badımcan dolması, bir də belə xəmir yeməkləri, sülfüllü falan belə şeylər istəyir. Asta yağış yağmağa başladı. Yağışlı da biraz da küləklidir hava. Burada kamerada düşmür ama əməncə yağış yağır. Yani yer
Islanacaq qədər. Islanacaq qədər yağış yağır. Aslında şöyle asıl ben şirketteyim bir şeye çıktım. Süper, çok iyi. Ne konuşacaksın? Yüz yüze konuşsak olur mu ya Nursema? Hem böyle uzun zamandır içinde tutan bir şey. Bir açılmak gibi düşünebiliriz. Atamın xəstəliyi ilə bağlı qızlar çox sual vermişdi, çox maraqlanan olmuşdu, çox sağ olun, şəfa diləyənlər olmuşdu. Allah hamınızdan razı olsun, Allah cəmi valideynləri qorusun. Atamın xəstəliyi, mənim atamın beyninlə bağlıdır xəstəliyi. Beyinlə bağlı olduğuna görə də bütün vücudunu istər-istəməz idarə eləyir. Belə yanı deyim ki, müqavimətini itiribdi. Bir də beyin, belə deyim də, beyin quruması kimi bir şeydir atamda. Amma belə, yəni normal yeməyi var, normal, yəni düzdür, yeriyib eləyə bilmir, amma belə normal yeyir, normal bizlə ünsiyyət qura bilir. Yəni tam şəkildə deyim ki, huşunu itirir, tam şəkildə danışığını itirir, yox. Danışmağı tərcih eləmir deyim, sevmir, çox ünsiyyət qurmağı sevmir. Yəni çox 10 dənə sual verərsən, birinə cavab verər, sanki belə istəmir danışmaq. Bunun da beyinlə əlaqəli olduğunu düşünürəm. Allah mamamın canına sağlıq versin. Mamam ona gerçekten çok yaxşı baxır. Yəni onu bir uşaq kimi də belə deyim, bir uşaq kimi ona baxır. Allah mamamla hər iki dünyada razı olsun. Atama da uzun ömür can sağlığı versin. Burada olsun, yanımızda olsun. Nə şəkildə olur olsun, nə şəkildə yaşayır yaşasın. Amma nəfəsi evimizdən geçsin gəlsin. Bu bizə bəsdir. Kızım hazırlıktan geldi. Yemeğini yetiştirdim, çimizdirdim, saçını falan kuruttum, daradım. Daha sonra başka dersleri var idi. Onlarla məşğul olduq. Burada da vlogumu tamamlayım. Gəlib izləyən hər kəsə təşəkkür edirəm. Hər həftənin bazar ertəsi günləri vlog paylaşıram mən. Çox yazırsınız ki, bəs vlog gəlsin, vlog gəlsin. Həftədə bir dəfə paylaşa bilirəm. Həftədə bir dəfə də görüşərik. Hamınıza təşəkkür edirəm gəldiyiniz, yazdığınız üçün. Bəzi suallar, çox suallar verirsiniz. Bəzi sualların ya cavabı yoxdur, ya da cavablamaq istəmirəm. Bu barədə hər kəsdən anlayış istəyirəm. Özünüzə yaxşı baxın. Hələlik.